Aha, deməli uşaqlar, bizim bugünkü dərsimiz elektromaqnit rəqsləri və dalğalardır. Əvvəlcə baxaq görək elektromaqnit rəqslər nədir? Uşaqlar, mexaniki rəqs nə idi? Mexaniki hərəkətin təkrarlanması idi, düzdürmü? Bəs elektromaqnit rəqslər nədir? Elektrik yükünün gərginliyi və cəryan şiddətinin zamana görə dəyişməsi idi. Bunu mexaniki rəqslərdə belə deyirdi, yadınızdadsa, sürətin, yer dəyişmənin və təcilin zamana görə dəyişməsi idi. Burada isə elektrik yükü Q, gərginlik U və cəryan şiddəti I-nin zamana görə dəyişməsi bizə elektromaqnit rəqslər ifadə edir bizim üçün. Deməli, yükün, gərginliyin və cəryan şiddətinin sinusoid yəni və ya kosinusoid qanunu ilə dəyişərsə, belə rəqslərə biz harmonik rəqslər deyəcəyik. Və bu harmonik rəqslərdə belə bir şey var. Ümumiyyətlə elektromaqnit rəqsləri çox böyük tezliklə baş verir uşaqlar. Bunu yadınızda saxlayın. Çox böyük tezliklə baş verir və bu tezlik mexaniki rəqslərin tezliyindən dəfələrlə çoxdur. Ondan dəfələrlə yüksəkdir. Buna görə də elektromaqnit rəqslərini müşahidə etmək üçün ossilloqraf deyilən bir qurğudan istifadə olunur. İndi belə bir şeydir var uşaqlar. Sərbəst rəqslər anlayışımız da var. Sərbəst rəqs bilirsiniz nədir? Sistem tarazlıq halından çıxarılandan sonra əmələ gələn rəqslər sərbəst rəqslərdir. Yəni tarazlıq vəziyyətindən çıxdı, artıq necə oldu? Sərbəstləşdi də. Ona görə də tarazlıq vəziyyətinə çıxmış rəqslər bizim üçün sərbəst rəqslər adlanacaq. Bəs məcburi rəqs nədir uşaqlar? Məcburi rəqslər isə dövrü dəyişən, xarici elektrik hərəkət qüvvəsinin təsiri altında yaranan rəqslərdir. Yəni xarici EHG-nin təsiri altında yaranan rəqslərdir. Məcburi rəqslər. Və bir şey də qeyd edək uşaqlar, sərbəst elektromaqnit rəqslərinin baş verdiyi sistemə biz rəqs konturu deyəcəyik. Rəqs konturu nədir? Rəqs konturu induktivliyi L olan bir sarıqac olur, tutumu S olan bir kondensator olur və aktiv müqaməti R olan bir rezistordan ibarət qurğudur. Yəni gəlin onu nəzərdən keçirək. Aha, baxın uşaqlar, burada fikir verin. Həqiqətən də rəqs konturu nə oldu? İnduktivliyi L olan bir sarıqacdan ibarətdir və tutumu S olan bir kondensatordan ibarətdir və aktiv müqaviməti də R olan bir rezistordan ibarət sistemdir. Biz buna rəqs konturu deyəcəyik. Aha, indi uşaqlar, konturdan axan aktiv müqavimət əgər nəzərə alınarsa, bu rəqslər sönən rəqslərdir. Amma aktiv müqaviməti nəzərə almasaq, bu rəqslər bizim üçün sönməyən rəqslər olacaq. İdeal hallarda sizə belə bir söz deyim ki, aktiv müqavimət nəzərə alınmır. Yəni biz elə düşünürük ki, bu rəqs konturu kondensatordan və sarıqacdan ibarətdir. Yəni siyah tutumlu kondensatordan və sarıqacdan ibarətdir. İdeal halda yəni rəqslərimiz sönməyən rəqslər olur. Əslində belə bir şey yoxdur, bilirsiniz. Sadəcə biz rezistoru nəzərə almasaq, rəqslər sönməyən olacaq. Aha, ideal halda belə baxırıq yəni. İndi belə bir şey var uşaqlar. Rəqs edən kəmiyyətin ən böyük qiymətinin moduluna harmonik rəqslərin də amplitudu deyilir. Düzdürmü? Amplitud qiymət də bu deməkdir. İndi burada bir anlayışımız da vardı bizim uşaqlar. Bilirsiniz, məxsusi tezlik anlayışı vardı. Məxsusi tezlik bilirsiniz nədir uşaqlar? Sistemin sərbəst rəqslərinin tezliyidir. Yəni burada məcburi rəqslər yox, sərbəst rəqslərin özünün tezliyi nə qədərsə, o bizim üçün məxsusidir da, yəni məxsusi, ona özəl. Deyir, məsələn, filan şey mənə məxsusdur. Yəni sistemin özünün sərbəst rəqsləri bizim üçün məxsusi, sərbəst rəqslərin tezliyi daha doğrusu bizim üçün məxsusi tezliyi hesab olunacaq. İndi belə bir şey var uşaqlar burada. Gəlin biz əsas sərbəst elektromaqnit rəqslərinin əsas tənliyi var uşaqlar. Gəlin o tənliyi nəzərdən keçirək. Bilirsiniz bu necədir? Q-dən iki tərtib törəmə alırıq və burada omega kvadratı Q ifadəsi alınır. Bu ifadədən omeganın düsturları çıxır. Baxın, bir dənə fikir verin. Deməli uşaqlar, gəlin indi biz burada bayaq dediyimi düşünək. Yəni ideal halda düşünürəm ki, dövrəmdə bir dənə sarıqac var, bir də tutum var. Aha, indi uşaqlar, gəlin buradakı biz ümumi gərginliyi təyin etməyə çalışaq. İdeal rəqs konturunda çünki düşündüm ki, R yoxdur. Ona görə də burada nə edirəm? Ümumi gərginliyi tapıram. Əlbəttə ki, buradakı ümumi gərginlik nə olacaq uşaqlar? Tutumun gərginliyi ilə, düzdürmü? Tutumun gərginliyi ilə, yəni S ilə, burada L induktivliyin gərginliyi, üstə gələk UL-i mən sıfıra bərabər qoyacağam. Düzdür? Niyə? Yenə deyirəm. Çünki ideal rəqs konturunda aktiv müqavimət yoxdur. Ona görə də konturdakı gərginlik sarıqacı ilə öz-özü induksiyaya bərabərdir. Yəni sən onları toplasan, onların cəmi bizə sıfır verməlidir. Gəlin bir dənə burada L-i belə yazaq. Aha. Onların cəmi bizə sıfır verməlidir. Çünki bunlar bir-birinə bərabərdir da. Cəmi deyəndə uşaqlar, gəlin əslində başdan başlayaq. Yəni bu fərqi də, fərqi. Fərqi bizə sıfır verməlidir. Düzdür? Məsələn, tam bu da 5-dir, bu da 5-dir. Çıxanda sıfır verməlidir. Vəssalam. Siz bilirsiniz də, tutum müqavimətin uşaqlar, burada gərginlik nəyə bərabər olacaq tutum üçün? Tutum üçün gərginlik bildik ki, Q böl S-dir da. Düzdür? Q bölək S. Çıxaq. Bəs sarıqac üçün gərginlik nədir? Sarıqac üçün gərginlik bilirsiniz ki, EHG-dir da, induksiyadır. Yəni burada UL-in yerində əslində induksiya yazmalıyam. EHG induksiyanı. Aha, o nəyə bərabərdir uşaqlar bəs? Mənfi L delta I bölək delta T.
Düzdür? O da bərabərdir 0-a. Aha, indi uşaqlar burada belə yazacağıq da Q böl C, mənfilər toqquşur olur müsbət el. Görün delta'yı böl delta t'nin yerinə yazacağam. Yəni i'nin t'yə bölünməsi ondan birinci tərtib törəmi olması deməkdir də zamana görə, düzdür? Yəni bunun yerində delta i'dən birinci tərtib törəmi yaza bilərəm. Bərabərdir 0, düzdür? İndi görün burada Q'nu almaq üçün nə edəcəm? Q böl C, üstə gərək el. Axı bilirik Q də i'dən bir tərtib törəmədir. Burada da bir tərtib törəmi olduğuna görə Q onda burada 2 tərtib törəmi olur. Bərabərdir 0-a. İndi buradan biz Q'nu tapmağa çalışsaq, deməli avtomatik alınır ki, buradan Q'dən ikinci tərtib törəmə bərabərdir. El düşəcək məxrəci qarşısına mənfi Q bölək LC. Baxın uşaqlar, bu ifadə bizim üçün konturdakı sərbəst elektromaqnit rəqslərinin əsas tənliyi hesab olunur. Əsas tənliyimiz budur. Əlbəttə ki, alınmasını bilməyinizə ehtiyac yoxdur. Sadəcə mən özüm yerində alınmasını yazdım, amma əsas tənliyimiz budur. Aha, indi uşaqlar burada bir dənə də məsələmiz var ki, siz bilirsiniz ki, indi biləcəyik ki, daha doğrusu məxsusi tezlik 1 bölək LC-dir. Baxın, 1 bölək LC var, burada 1 var da indi. O məxsusi tezlikdir. Onda deməli biz əsas tənliyi həm də necə yaza bilərik? Yazarıq ki, Q bərabərdir. Deməli, daha doğrusu Q'dən ikinci tərtib törəmə bərabərdir. Mənfi 1 bölü LC-nin yerinə yazıram omega, düzdür? Omega kvadratı Q. Bax, bu şəkildə də bir ifadəmiz alınır. Bunun səbəbi nə oldu uşaqlar? Səbəbi oldu ki, buradan omeganı tapmağa çalışsam, omega bərabərdir 1 bölək kök altda LC eləyir. Bu bizim, bu da hazır düsturlarımızdan biridir. Gəlin indi onu da yazaq. Deməli, buradan omega kvadratı nə olacaq uşaqlar? 1 bölək LC. Onda omega nədir? Omega bərabərdir 1 bölək kök altında LC. Bax, bu ifadə də bizim lazımi düsturlarımızdan, daha doğrusu lazımi ifadələrimizdən biridir. Yadda saxlamalıyıq. Aha, gəlin indi uşaqlar burada period və tezliyin ifadəsini tapaq. Baxın, bilirsiniz ki, elektromaqnit rəqslərinin periodu deyəndə burada period deməli uşaqlar bizdə olacaq 2 pi bölü omega da, düzdür? Omeganın da ifadəsini gətirib yazacağıq yerində. Yəni burada yazacağım da period bərabər olacaq nəyə? Deməli t bərabərdir. Biz bilirik ki 2 pi bölü omegadır. Düzdürmü? O da bərabərdir 2 pi bölək 1 böl kök altında LC. Düzdür? Yəni 2 pi kök altında LC bizim üçün olacaq periodun ifadəsi. Yaxşımı? Deməli t bərabərdir 2 pi kök altında LC. Yəni bu ifadəni bu şəkildə də çalışaq yadımızda saxlayaq. Yəni hardan gəldiyini də əlbəttə ki yaza bilərsiniz, amma omeganın olsa nə olduğunu bilməliyik də. Sonra ikinci yazaq tezlik. Tezlik də bilirsiniz ki uşaqlar periodun tərsidir da. Yəni tezliyi də n bərabərdir. Deməli 2 pi omegadan yola çıxıb da tapa bilərsiniz. Sadəcə ya da 1 böl perioddan da tapa bilərik. İstəyirsiniz elə birbaşa ondan gəlir rahat olsun. Deməli burada tezlik nu hərfinə işarə olunacaq əsasən. Nu bərabərdir 1 böl period. Düzdür? O da bərabərdir 1 bölək periodu 2 pi kök altında LC almamışıq. O da yazırıq yerinə. Və salam. Onda nu'nun ifadəsini necə alamışıqlar? Nu bərabərdir. Deməli 1 bölünsün 2 pi kök altında LC. Və salam. Bax, bu da olur bizim tezliyimizin ifadəsi. Elektromaqnit rəqslərində tezlik və periodun ifadələri uşaqlar bu şəkildə olacaq. İndi bunu daha biz yaxşı səliqəli çəkək. Yəni bu kvadratların içində alınan ki, düsturları çox rahat bir şəkildə görə biləsiniz. Bir də uşaqlar, məxsusi tezliyin ifadəsinə aid bir şey yazacağam sizə. Onları əlbəttə ki, bunlarda da yaza bilərsiniz. Sadəcə mən məxsusi tezlikdə bir dənə yazacağam onu. Digərlərini də özünüz yazmağa çalışarsınız. Deməli, gəlin yazaq məxsusi tezlik. Məxsusi tezlik. Yəni onun hamısını bir-bir yazmaq istəmirəm. Məxsusi tezlikdə verəcəm, özünüz biləcəksiniz. Məxsusi tezlik nə oldu uşaqlar? Omega bərabərdir 1 kök altında LC. Düzdür? O da bərabərdir. Uşaqlar, baxın, burada belə bir şey eləyə bilərəm mən. 1 bölək kök altında. Uşaqlar, L vuraq C-nin yerinə görə nə yazıram? Epsilon 0, epsilon S bölək D. Yaza bilərəm də uşaqlar, haqqım var. O da bərabərdir. Burada D qalxır yuxarı. Onda nə olacaq? Kök altında, deməli, kök altında D bölək L epsilon 0 epsilon S. Bax, gördünüzmü? Belə bir düsturumuz alınır. Yəni burada sən artıq görürsən ki, omega ilə yeni bir ifadə alınır. Həmçinin tezlik, həmçinin periodda da gətirib C-lərin yerinə epsilon 0 epsilon S bölək D yaza bilərik. Yaxşımı? Yəni onları çalışın ki, yadınızda saxlayasınız. Aha, bax bu şəkildə uşaqlar. Burada başqa bir sizə deyə biləcəyim bir şey yoxdur. Sonra bizdə faz anlayışı var. Verilmiş amplitudda istənilən anda rəqs konturunun belə deyək də xarakterizə edən kəmiyyət bizim üçün faz adlanır və faza fi hərfi ilə işarə olunur uşaqlar. Deməli
Faza biz işarə edəcəyik fi hərfi ilə. Fi bərabər də omega t-dir də bilirsiniz. Aha, vahidi də 1 radyan idi. Vahidi 1 radyan idi. Omeganın ifadəsi yadınızdadır mı? Omega bərabərdir fi böl t idi axı. Oradan fini tapırıq da sanki. Məsələn, fini istəsəz burada omeganın yerində 2 pi nu yaza bilərsiniz ya da 2 pi böl t yaza bilərsiniz. İndi uşaqlar burada kondensatorda məsələn mən danışa bilərəm. Yük və gərginliyin zamana görə dəyişmə qanunları və s. bunlar var. Gəlin onları indi bir nəzərdən keçirək. Hə, uşaqlar yadınızdadsa biz burada 3 rəqsdən danışdıq da. Yəni Q, U və I rəqslərindən. İndi gəlin bir dənə onun başlıq altında baxaq. Görək bunların hansı eyni fazlı rəqs eləyir, hansı müxtəlif fazlı rəqs eləyir. Bax yadınızdadır, yer dəyişmə sürət təcil arasında nə demişdi? Yer dəyişmə sürəti tapmaq üçün yer dəyişmədən birinci tərtib törəmə almalıydın. Yəni sürət yer dəyişmənin törəməsindən alınırdı. Təcil də sürətin törəməsindən alınırdı. Təcil isə yer dəyişmənin 2 qat törəməsindən alınırdı. Yəni bunları keçmişdik də biz. Çünki V bərabər S böl T idisə, deməli V S-dən birinci tərtib törəmədir. A bərabər V böl T idisə, deməli A da V-dən birinci tərtib törəmədir. İndi gəlin onları biz bu dərsimizdə yerinə qoyaq. Aha, bu şəkildə yazdım uşaqlar. Gəlin indi baxaq. Baxın, kondensatorlarda ümumiyyətlə yük və gərginliyi zamana görə kosinusoid ya da sinusoid qanunu ilə dəyişir. Məsələn, uşaqlar tutalım ki, yazıram 1. Düzdür, Q-dən danışıram, tutalım ki 1. Q. Q-yu tutalım ki, fərz edirəm ki, uşaqlar, Q bərabərdir Q maksimum kosinus omega t ifadəsi ilə kosinus omega t qanunu ilə dəyişir. Düzdür. İndi gəlin bir dənə fikirləşək öz-özümüzə. Uşaqlar, Q-nün ifadəsi nədir? Q bərabərdir SU-dur. Sən burada nə görürsən? Görürsən ki, Q U-la düz mütənasibdir. Onda belə çıxır ki, ikinci o U var. U da elə kosinusoid qanunla dəyişəcək. O da bilirsiniz niyə olur əslində? U özü Q böl S-dir. O da bərabərdir Q-nün yerində Q maksimum kosinus omega t yazanda bölək S yazıram. Burada Q maksimum böl S elə U maksimumu vermir mənə. O da bərabərdir U maksimum kosinus omega t alınır. Yəni burada gördüm ki, Q ilə U eyni fazada rəqs elədilər. Amma üçüncü, gəlin i-ni yazaq. I nədir bəs? I cəryan şiddəti bilirik ki, Q böl T-dir. Yəni cəryan şiddəti Q-dən birinci tərtib törəmədir. Onda sən cəryan şiddətini tapmaq üçün I bərabərdir Q-dən birinci tərtib törəmə almalısan. Aydın oldu mu? O da bərabərdir. Nə alınacaq uşaqlar? Q maksimum kosinus omega t-dən birinci tərtib törəmə. O da bərabərdir. Uşaqlar baxın, Q maksimum, indi burada necə baxırdıq məsələmizə? Q maksimum türəməsini Q maksimum yazacağım mən. Düzdür? Q maksimum kosinus omega t'nin türəməsi oldu Q maksimum. Bir də kosinus omega t'nin türəməsi var. Omega t'nin türəməsi nə olurdu uşaqlar? Elə omeganın özü olurdu da, düzdür? Deməli, onda nə alınacaq? Q maksimum omega t'nin türəməsi oldu omega. Sinusun türəməsi mənfi kosinusdur. Mənfini atıram qabağa, mənfi kosinus, daha doğrusu kosinusun türəməsi mənfi sinusdur. Mənfi sinus omega t alınır. Deməli, onda i-nin ifadəsini aldım. Q maksimum omega da elə onsuz da i deməkdir də. I bərabərdir i maksimum sinus, daha doğrusu mənfi i maksimum sinus omega t. Fikir verdinizmi? Yəni burada Q ilə U eyni fazada rəqs elədilər. İkisi də kosinus oldu. Amma i nə oldu? Mənfi sinus oldu. İndi bunların biz qrafiklərini çəkməyə çalışsaq uşaq. Deməli, burada 1 ilə 2-nin qrafiki, yəni indi Q-nün də, deməli, Q-nün T-dən asılıq qrafiki kosinusoid olacaq. Uşaqlar bu şəkildə. Elə U-nun da T-dən asılıq qrafiki, U-nun da T-dən asılıq qrafiki yenə kosinusoid olacaq. Dəqiqə belə yazın. Aha. O da kosinusoid olacaq uşaqlar. Çünki yenə deyirəm, eyni fazla rəqs edirlər. Amma i-nin T-dən asılıq qrafikini istəyəndə biz artıq mənfidə sinusoid çəkəcəyik. Bax bu şəkildə mənfidən sinusoid çəkəcəyik və görürük ki, pi böl 2 qədər qabaqlamış olur da. Deməli, onda burada i rəqsləri, Q rəqslərini pi böl 2 qədər qabaqlayır. Vəssalam. Bax, bunlar olur bizim ifadələrimiz. Uşaqlar, gəlin indi kəmiyyətlərin amplitud qiymətlərinə baxaq. Məsələn, birinci danışıram uşaqlar i maksimumdan. I maksimumu biz nə dedik? I maksimum bərabərdir uşaqlar. Baxın, i nədir? Q böl T. Bax, Q böl T-də böl T-nin yerinə omega yaza bilərsən. Yəni, alınacaq Q omega. Bu olur i maksimumun ifadəsi. Yəni, yadınızdan çıxsa, hər zaman düsturlarda böl T-nin yerinə omega yaza bilirsən. O da bərabərdir, yəni Q maksimum omega əlbəttə ki. O da bərabərdir Q maksimum omeganın yerinə 2 pi-ni də yaza bilərsən. Ya da Q maksimum omeganın yerinə 2 pi böl T-də yaza bilərsən də. Bunları yəqin ki, bilirik. Vəssalam. Bax, bunları yadınız saxlayır. Hətta omeganın yerinə uşaqlar Q vuraq.
1 böl kök altında LC yaza bilərsən də. Axı omeqanın ifadəsi 1 böl kök altında LC-dir. Hətta onu belə yaza bilərsiniz. Düzdür? Bax bu ifadələr olur I maksimumun ifadələri. Aha, gəlin indi yükün amplitud qiymətindən danışaq. Deməli, yük nədir uşaqlar? Q. Q bərabərdir, bilirik ki, yəni Q maksimumda bərabərdir CU maksimuma. Düzdür? Yəni burada da bir də əlbəttə ki, EHG-li dövrədən söhbət gedəndə Q maksimum bərabərdir C, buraq gəlginliyin yerinə EHG yaza bilərik də. Alına bilər ki, EHG maksimum yazaq. Sonra üçüncü EHG-nin ilə özünün amplitud qiymətləri var uşaqlar. EHG burada gəlginliyi ifadə edildiyinə görə əlbəttə ki, Q bölü C-yə bərabərdir. Yəni burada başqa bir ifadəyə ehtiyacımız yoxdur. Bir də maqnit seli var. Maqnit selində maksimal qiymətinə bax. Fi nəyə bərabər idi? Fi bərabərdir L-yə, düzdür? O da bərabərdir əlbəttə ki, L. I-nin yerində yenə uşaqlar Q maksimum omega yaza bilərəm. Qalanlarını da bilirsiniz. Yenidən yazmayacağam. Yenidən yazmayacağam. Bir dənə omeqanın yerində 1 böl L yazanda o L-i içəri daxil eləmək olur. Yəni bilirsiniz də burada omeqanın yerinə 2 pi nü və s. yaza bilərəm. O heç. İndi gəlin o birini yazaq. L vuraq Q maksimum uşaqlar. Omeqanın yerinə görün nə yazıram? 1 bölək kök altında LC. Aha. İndi gəlin bu L-i kökün altına salaq. Q maksimum qalsın. Vuraq kök altında L kvadratı bölə LC alınır. Düzdür? Baxın buradan da L-lər gedəndə fi maksimum üçün Q vuraq, daha doğrusu Q maksimum vuraq kök altında L böl C ifadəsi də alınır. Yəni bu düsturda yadımıza saxlayaq, ola bilər birdən ehtiyacımız olar bu şəkildə məsələmizə baxa bilərik. Aha, indi uşaqlar gəlin danışaq rəqs konturunda enerji çevrilmələrindən. Uşaqlar, rəqs konturunda 2 dənə enerji olacaq da. Bir kondensatora görə tutum enerjisi, bir də sarğaca görə maqnit sahəsinin enerjisi, düzdür? Onda burada tutum enerjisi, yəni elektrik enerjisindən danışıram da. Onda burada elektrik enerjisi nəyə bərabər olacaq? Bilirsiniz də 3 dənə düsturumuz var. Cu kvadrat bölü 2 bərabərdir Qu bölü 2. O da bərabərdir Q kvadrat bölü 2'si. Elektrik dərsində onsuz bunların hamısını almışım və s. keçmişim. Ona görə burada yenidən yazmıram. Maqnitin enerjisi bərabərdir Li kvadrat bölü 2. Fi I bölü 2. Düzdür? Bir də fi kvadrat bölü 2L. Bu üç düsturu bilirik. İndi burada mənim onda tam enerjim nəyə bərabər olacaq uşaqlar? Tam enerji bərabər olacaq elektrik enerjisi ilə maqnit enerjisinin cəminə. Yaxşımı? Baxın bunu yadımızda saxlayaq. Bu bizim üçün burada rəqs konturunda ifadəmiz olur. Enerji çevrilmələrin ifadəsi olur. Aha, bu şəkildə baxırıq. İndi uşaqlar, burada belə bir ifadəmiz var bizim. Elektrik enerjisini qanunu kosinusoid ilə dəyişəcək. Maqnitin enerjisini isə qanunu sinusoid ilə dəyişəcək. Bunun səbəbi nədir? Çünki elektrik bilirsiniz ki, Cu kvadrat bölü 2'dir. Onu mən kosinusdan götürmüşəmsə, elektrik ilə kosinusoiddən gedəcək. Amma maqnit Li kvadrat bölü 2 olduğuna görə İ'di artıq birinci tərtib törəmə məsələsi olduğuna görə burada nə baş verəcək uşaqlar? Birinci tərtib törəməyə görə sinusa keçmiş olacaq. Yəni maqnit onda sinusun olacaq. Elektriklə maqnit bir-birinin tərsi olur. Gəlin məsələn fikir verək. Tutalım ki, məsələn W elektriki hətta Q kvadrat bölü 2 sinə getmək olar da. W elektrik bərabərdir. Məsələn deyirəm. Lap Cu kvadrat bölü 2 ilə gedək. Cu kvadrat bölü 2 götürək ifadəmizi. Bir dəqiqə. Aha, W elektrik bərabərdir Cu kvadrat bölü 2. O da bərabərdir C. U'nun yerinə uşaqlar yazacaqdım nə? U maksimum kosinus omega t. Düzdür? Əlbəttə kvadrat olduğuna görə U maksimumun da üstünə kvadrat yazılacaq, kosinusun üstünə kvadrat yazılacaq. Bölə 2 də öz yerinə. Lap C bölü 2 yazıram burada. Aha. İndi burada siz nə görürsünüz? Yox, gəlin ümumi yazım. Bölü 2. Aha. İndi buradan nə görürəm uşaqlar? Onda elektrikin ifadəsi, yəni elektrik enerjisinin daha doğrusu zamandan asılı qrafiki uşaqlar kosinusu olacaq amma bu şəkildə. Ay müəllim, niyə bu şəkildə olur uşaqlar? Kvadrat olduğuna görə burada mənfi qiymət alınmayacaq əlbəttə ki. Amma maqnitdən söhbət gedəndə istəyirsiniz bunu yaşıldan aha, belə çəkim daha yaxşı olsun. Yəni gözümüzə çarpsın. Maqnitin enerjisinə gəldikdə uşaqlar bilirsiniz ki, Li kvadrat bölü 2-dir. O da bərabərdir. Sən i'ni tapanda nə etməliydin? Artıq Q'dən birinci tərtib törəmə alırsan. Q burada Q maksimum kosinus omega t idi. Amma birinci tərtib törəmə alanda mənfi sinus olacaq da yenə. Yəni L vuraq i'nin yerində i maksimum kvadrat mənfi i maksimum kvadrat sinus kvadrat omega t alacağam. Birinci tərtib törəmə olduğuna görə bölə 2. Məsələn, burada onda ifadəmiz necə alınacaq uşaqlar? Deməli W maqnit bərabərdir. Böltəyə bərabər olacaq nəyə uşaqlar? Deməli, sinusoid qanunu ilə gedəcək. Belə. Amma istəyirsiniz heç orada mənfini yazmayaq. Bilirsən niyə? Çünki kvadratı artıq müsbət olacaq axı. O da var da. Ona görə heç o mənfi burada yazmağa ehtiyac yoxdur. Kvadrat müsbət olacağına görə. Aha, bu da belə.
Bunu da bildik. Bu da bu şəkildə bizim qrafiklərimiz olacaq. Amma tam enerji bilirsiniz də uşaqlar, tam enerji heç nədən asılı deyil. Yəni burada səndən birdən tam enerjini istəsə, nə bilim kosinus, sinus, elə bir şey yoxdur uşaqlar. Biri artır burada. Maqnit artanda elektrik azalır, elektrik artanda maqnit azalır. Ona görə tam enerji Q, U, I, nə bilim heç nədən uşaqlar, heç nədən asılı deyil. Uşaqlar, gəlin indi burada bir sıra xüsusi hallar var, ona nəzərdən keçirək. Birinci xüsusi halımızı yazıram uşaqlar, t bərabər 0 anında. Baxın, bir dənə yuxarı qalxıb da baxa bilər. T bərabər 0 anında görürsən ki, elektrikə aidlər maksimum qiymət alır. Maqnitə aidlər minimum qiymət alır, düzdür? Ona görə burada 0 anında nə olacaq? Elektrikə aidləri maksimum götürəcəyik. Yəni Q-müz olacaq Q maksimum. Sonra gərginliyimiz olacaq O maksimum. Həmçinin elektrik enerjisi də olacaq maksimum, düzdür? Tam enerjidə nə olacaq uşaqlar? Elə elektrik enerjisinə bərabər olacaq. Amma maqnitə aid şeylər, məsələn, I olacaq 0. Çünki I baxın burada olacaq axı. Sonra fi də olacaq 0 və maqnit sahəsinin enerjisi də olacaq 0. Bu mənim birinci halım. İndi gəlin ikinci halımıza baxaq. İkinci halımızda məsələn düşünürəm ki, zaman 1/4-dir. Periyodun 1/4-idir. Ya da məsələn 4/3-dür. Bilirsiniz də 4/3 eyni şey olur axı həmişə çevrədən yadımızdadır da. 4/1 ya da 4/3. Burada nə olacaq uşaqlar? 4/1-in getmək, yəni bax belə bir halqa getmək deməkdir da, düzdür? İndi bu halqa gedəndən sonra nə olacaq? Bu gəldi bura, baxın bir halqa. Bu da bir halqa belə getdi. Artıq elektrikə bu 4/1-dir. Pi bölü 2. Artıq elektrikə aidlər bu səfər 0 oldu. Maqnitə aidlər müsbət oldu da, düzdür? Onda bu səfər də elə yazacağıq ki, yəni Q maksimum artıq Q 0-dır. Artıq U 0-dır, artıq elektrik 0-dır, düzdürmü? Hə, indi bəs nələr müsbətdir? İndi artıq burada i-yə aidlər müsbətdir. Yəni i bərabərdir maksimumdur, i maksimumdur. Sonra fi bərabərdir, fi maksimumdur, düzdürmü? Və enerji W maksimum olacaq maksimum. Bir də uşaqlar, sizə burada bir şey də deyim. Yadınızda da burada səth sıxlığı da var. O da daxil eləmək olar bura. VW enerjinin həcmə olan nisbəti idi. Yəni burada o da maksimumdur, amma burada 0-dır əlbəttə ki. VY bərabər 0. Bildiniz də bu enerji sıxlığıdır. Üzr istəyirəm, səth sıxlığı demək, enerji sıxlığı. Hə, indi gəlin digər xüsusi hallara baxaq. Sonra üçüncü xüsusi halımız olsun 2/1-də. Periyodun, yəni 2/1 ifadəsində nə olacaq? Bəs 2/1 periyodda. Uşaqlar, burada yenə Q maksimum olacaq, amma mənfi Q maksimum şəklində. Sonra U da olacaq mənfi U maksimum şəklində. Yəni yenə də burada elektrikə aidlər müsbət olacaq. Elektrik sahəsinin enerjisi və elektrik sahəsinin enerji sıxlığı burada alacaq maksimum qiymətlər. Yenə nə olacaq? Yenə i-yə aidlər 0 olacaq. i bərabərdir 0, fi bərabərdir 0 və W maqnit bərabərdir 0 olacaq əlbəttə ki. Sonra birdən bəs tam dövr olanda nə olacaq uşaqlar? Yəni zaman elə tutalım ki, periyoda bərabərdir. Bir rəqsdə elə bir tamamlandı. Yenə burada da uşaqlar Q olacaq maksimum. Yəni bəs bu tərəfdən yazım. Q olacaq Q maksimum. Yenə U olacaq U maksimum. Deməli, W elektrik olacaq maksimum. Enerji sıxlığı olacaq maksimum. Yenə də i-yə aidlər i bərabərdir 0, fi bərabərdir 0, maqnit sahəsinin enerjisi bərabər 0. Yəni buradan mən belə yadıma saxlayacağım. Bizdə 4/1 ilə 4/3-də maqnitlər maksimum olur. Qalan hamısında elektrik maksimum olur. Sadəcə 2/1-də elektrik mənfi maksimum olur. Yəni əks istiqamətdə də, əks qiymətdə. Aha, indi gəlin bir dənə də məsələmizə baxaq, hansı məsələyə baxaq. Burada rəqs ifadəsində mən çəkim istəyirsinizsə, çünki bilin ki, bu havadan gəlmədi də. Aha, baxın uşaqlar, buradan gəlir hamısı. İndi gəlin sizə 4/1, 4/3 bunlar nədir? Onlar da deyim uşaqlar. Baxın, bu birinci hissə, bax bu 1 elə bir ki, 4/1 çevrən 4/1-nə oxşamır. Elə bu 4/1 deməkdir. Yəni bax bura t bərabər 0 andır, o heç. Bu nöqtə t bərabər 0-dır. Baxın, burada yazmışam. Yəni burada t bərabər 0 anında belə olub. Bəs bu nöqtə nədir? Baxın, bura istəyirsiniz rəqəmdən yazın. Burada 1 nöqtəsi var, düzdür? Baxın, bu 1 nöqtəsi uşaqlar bizim üçün nəyi ifadə edəcək? Gəlin buradan biri yaza bilərəm hətta bəlkə buradan. Yazaram, bu 4/1 periyoddur uşaqlar. 4/1 periyod. Düzdür?
Bu 1/4 periodu ifadə eləyir. Sonra bu ikinci gələndə nə olacaq bə? Bu da sanki çevrənin yarısıdır da, düzdür? Bu ikinci artıq bizə nə ifadə edəcək? Bu 2/1 periodu ifadə edəcək. Yəni əlbəttə ki, bu nöqtədən söhbət gedir uşaqlar. Sonra bu nöqtəmiz nə olacaq uşaqlar? Bu nöqtəmiz 4/3 period olacaq. 4/3 period. Yəni görürsüz yenə 4/1 kimidir. Bəs bu nöqtəmiz də yenə olacaq nə? Bu nöqtəmiz olacaq 1 tam period olacaq artıq. Bax bu şəkildə yadınızda saxlayın bunu da. Bu da Q maksimumun deməli Q-nün daha doğrusu buraya yazaq klon zamandan, yəni saniyədən asılı qrafikidir. Deməli, sanki baxın bir çevrə düşün. 4 yerə bölmürdük çevrəni. Hər bu bir dənə budur da, elə bilin ki. Hə, və burada 1/4 period pi bölü 2-dir. 2/1 pi-dir. 4/3 2 pi bölü 2 pi bölü yox, pi bölü 3 düşür də. Düzdür? 4/4 də 2 pi olacaq. Yəni 360 dərəcəyə tamamlamalısan da. Hə, pi bölü 3 yox, 2 pi bölü 3. Bəli, yəni orada 4/3 ifadəsi elə bil ki 360-ın 4/3-ünü tapmış olursunuz da, aydın oldu. Ona görə də aha, bax bu şəkildə uşaqlar. Məsələmiz olacaq bu şəkildə. Yəni bu qrafikə əsasən gedirik. İndi bir dənə qeyd deyim sizə. Aha, deməli uşaqlar bir dənə qeydimiz var. Ümumiyyətlə yadınızda saxlayın ki, periodun 8-də 1 olanda, oy, sözüm mən nə yazdım? Deməli period bərabərdir 8-də 1 olanda uşaqlar, yəni zaman periodun 8-də 1 hissəsi olanda olarsa, bir yazaq hətta, burada elektrik enerjisi, maqnit enerjisi hər zaman bərabər olacaq, yaxşımı? Bu da yəni bizim qaydamızda bu da nə olacaq uşaqlar? Əlbəttə ki, 2/1 tam enerji. Yəni 50 joule tutalım ki, elektrik oldu, 50 joule maqnit oldu, cəmi bizə tam enerjini verəcək.